Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala Muhammedin ve ala ehli beytihi tayyibin tahirin. La siyema bagiyetillah fil aradin mevlana sahibel esri ve zaman. Salam əziz və möhtərəm müsəlmanlar. Bugünkü mövzumuz insanların narahat olmasını aradan qaldıran 4 amil barədə olacaq. Yəni 4 dənə inanç var, 4 dənə mərifət var ki, əgər onlar insanın həyatına daxil olsa və başqa sözlə isə, əgər insan bu 4 dənəyə əməl etsə, bu 4 dənə mühüm mərifətə, elmə, bilgiyə əməl etsə, zihnində bu barədə düşünsə, onun həyatında olan narahatçılıqlar, sıxıntılar ya aradan gedər və ya ən azından o sıxıntıların insana olan mənfi cəhəti çox azalar. Biz baxsaq, həm dindar insanı, həm də qeyri-dindar insanın həyatında problemlər var, sıxıntılar var, çətinliklər olur. Çünki bu dünyadır. Dünyanın xarakteri, dünyanın xüsusiyyəti budur ki, dünyada insan nə qədər də istədiklərinə nail olsa belə, yenə də hardasa insanı narahat edən, insanın xoşuna gəlməyən hadisələr baş verir. Məhz İslam dini bizə bunu öyrədib ki, əgər insan Allahı doğrudan da dərk etsə və qabaqda deyəcəyimiz mühüm mövzular haqqında düşünsə dərindən, bu nigarançılıqlar, bu sıxıntılar və problemlər insana asan olur. Yəni, elə bir insan yoxdur ki, onun həyatında sıxıntılı anlar, sıxıntılı zamanlar olmasın. Və məhz bu anlarda Allah bizə Quran-ı Kərimdə, eləcə də Peyğəmbər və Əhl-i Beyt imamlarının hədislərində Allahın mərhəmətindən, rəhmətindən məyus olmamaq tövsiyə edir. Yəni, əgər bir insan Allahın rəhmətindən, Allahın yardımlarından məyus olsa, əgər inanmasa ki, Allah mənə yardım edəcək, bunun özü, bu inancın və düşüncənin özü böyük bir günahdır. Necə ki, Allah Teala Quran-ı Kərimin bir çox ayələrində, misal üçün Hicr surəsində, Hicr surəsinin 56-cı ayəsində buyurur Allah Teala, yalnız yolunu azmışlar, Allah'tan uzaq düşənlər yalnız Allahın mərhəmətindən, rəhmətindən məyus olar. Və ya Yusuf surəsinin 87-ci ayəsində Allah Teala buyurur ki, Allahın rəhmətindən məyus olmayın. Allah bizə əmr eləyir. Buyurur, Allahın mərhəmətindən, Allahın sizə olan lütfündən məyus olmayın. Davamında buyurur, həqiqətən Allahın mərhəmətindən, Allahın rəhmətindən yalnız kafirlər məyus olur. Allahı dananlar məyus olar. Bu baxımdan da dünya sıxıntıları insanlara tərəf gəlsə, onların həyatına daxil olsa, insan çalışmalıdır Allahı unutmasın, Allahın yardımlarını unutmasın. Amma bununla yanaşı, bayaq dediyim kimi, Quran-ı Kərim, Əhl-i Beyt və Peyğəmbər əleyhissalamın kəlamlarında, tövsiyələrində bizə yol göstəriblər ki, dünya sıxıntıları zamanı biz necə yaşayaq ki, o sıxıntılar bizə qələbə çalmasın, bizi naümid eləməsin Allah'tan. Ən birinci yol Allah Teala, Əhl-i Beyt və Peyğəmbər əleyhissalam bizə göstərir ki, əgər bu yoldan biz addım atsaq, sıxıntıları biz kiçik hesab edərik və kiçik görərik. O sıxıntılar, problemlər bizə əngəl olmaz həyatımıza davam etməkdə. Ən birinci yol budur ki, buyururlar Allahı düzgün tanımaq. Hər bir şəxs, təbii ki, Allahı qəbul edən şəxslərdən söhbət gedir. Allahı qəbul edən hər bir şəxs bir həddə Allahı tanıyır. Yəni, Allahın yeganə varlıq olduğunu insan bilir və qəbul edir. Amma bəzən çox təəssüflər olsun ki, Allahın özünü insan tanısa belə, Allahda olan bəzi xüsusiyyətləri, Allahın zatına xas olan bəzi sifətləri ya bilmir və ya olduğu kimi dərk etməkdir. Misal üçün, Allahın
ruzi verən sıfatı, yəni Allah Razzaqdır, ruzi verəndir. Və ya Allah əff edəndir, günahları bağışlayandır. Fərz edək bir insan günahkar insandır, dindən uzaqdır, amma düşünmür və bilmir ki, əgər o tövbə etsə, Allahın qapısına tərəf addımlasa, Allah onun bütün günahlarını bağışlayar. Bu bilgi onda olmadığı üçün tövbə yolunu, Allaha qayıdış yolunu öz üzərinə bağlayır həmin qapını. Və ya insan maddi cəhətdən sıxıntısı var, amma çox təəssüf olsun ki, bəzi insanlar maddi problemlərin çözümünü, həll yolunu Allahda deyil də başqa insanların qapısında axtarmağa çalışır. Bu cəhətdən də ən birinci yol budur ki, insan həyatına sıxıntılar gələndə heç bir zaman Allahı unutmamalıdır. Allahı yalnız varlıq kimi təsəvvür etməməlidir. Allahın digər sifətlərini də Allahda olduğunu düşünüb və dərindən düşünərək qəbul etməlidir. Biz baxsaq, hətta Allahın peyğəmbərləri olublar ki, Əyyub peyğəmbər, İbrahim peyğəmbər, Yunus peyğəmbər, Yusuf peyğəmbər və digər peyğəmbərlər bizim öz peyğəmbər, İslam peyğəmbəri başına bunların nə qədər bəlalar gəlib dünyada, nə qədər sıxıntılar gəlib, amma bunların heç biri heç bir zaman Allahın mərhəmətindən məyus olmayıblar. Sonunda da qalib gəliblər. Həm bu dünyada, həm də axirət aləmi üçün, onların bu addımları üçün Allah onlara böyük savablar verirdi. İkinci o əməl, o iş ki, insan onu yerinə yetirsə, dünya sıxıntıları ona asan olar, dünya sıxıntılarına ötəri və keçəri baxar. Budur ki, insan özünün istedadlarına diqqət etməlidir. Bunun mənası budur ki, əgər insan öz bacarıqlarını öz qarşısına qoysa və hansı işləri bacarır, o işlərlə məşğul olsa, dünya sıxıntıları ona çox asan olar. Yəni, bəzi insan ola bilsin ki, elə bir plan çizir ki, o planın öhdəsindən gələn deyə, onun istedadıyla o planı uyğun gəlmir. Və sonunda nəticə də belə olur ki, çizdiği planlar üzərində addım atır, bir halda ki, o addımı ata biləcək təqdirdə deyil. Onun imkanı xaricdir bu çizdiği planlar. Axırda məğlubiyyətlə qarşılaşır. Yəni, uduzur həmən işdə və daha sonra nəticədə özünü qınayır və ya bəzən başqalarını qınayır. Bir halda ki, insan əvvəlcədən düzgün və özünün bacarıqlarına uyğun olaraq addım atmış olsaydı, heç bir zaman bu problemlə qarşılaşmazdı. Allah Quran-ı Kərimdə buyurur, insana Nəcm surəsinin 39-cu ayəsində buyurur ki, insana çalışdığından başqa bir şey qalmaz. Nə qədər çalışır, zəhmət çəkir, elə çalışdığı qədərində götürər. Yəni, fərq etməz, bu dünya işlərinə də aiddir, axirət işlərinə də aiddir. Bu cəhətdən də insan gərək özünü birinci tanıya, Allahı tanıyandan sonra Allahın sifətləri ilə bərabər öz qabiliyyətlərini tanıyır. Yəni, həm fiziki cəhətdən, maddi cəhətdən, mənəvi cəhətdən də və elmi cəhətdən. Hər bir cəhətdən özünü sanki kənara qoyub, kənardan özünə baxmalıdır ki, mən necə bir insanam, hansı gücə malikəm, hansı savada, elmə, hansı bacarığa malikəm. Fərz edək, insan çörək bişirmək istəyir. Əgər bacarığı yoxdursa da bunu etməməlidir. Və ya çörək bişirtdirmək istəyir, aparıb bunu zərgərə verir. Və ya zərgər yanına getməkdən insan gedir, çörək bişirənə qızıl verir ki, mənə üzük düzəlt. Burada insan təbii ki, yanlış etmiş olar. Bacarıqlara baxmalıyıq ki, bizim hansı qabiliyyətimiz var, hansı işlə məşğul olsa bizim üçün daha faydalı olar. Üçüncü, insan dünyayı tanımalıdır. Dünyanı gərək insan tanıya. Dünyanı, yəni xüsusiyyətləri ilə. Dünya deyəndə söhbət torpaqdan getmir, yer kürəsindən getmir. Bu dünyada, dünya deyiləndə hədisdə daha çox, əgər insan hədislərdə, Quran-ı Kərimdə dünya mənfi deyə bir cümləyə rastlaşsa, məqsəd yer kürəsi deyil ki, çünki Allah mənfi bir şey yaratmaz. Allahın yaratdıqlarının hər biri gözəldir, hər biri yaxşıdır. Sadəcə olaraq hədis və Quranda
dünya haqqında məzəmmət cümlələrinə biz rastlaşanda məqsəd budur ki, bu dünya bağlılıq. İnsan qəlbini dünyaya bağlaya, bu bağlılıq dünya adlanır həmin hədis və Quran ayələrində. Amma bu dediyimizdə insan dünyanın ümumiyyətlə xarakterini tanımalıdır. Dünya necə bir yaradılmış bir şeydir ki, insan ona qəlbini bağlasa, uduzar həyatda. İnsan dünyada olan hər bir şeyin xüsusiyyətini tanımalıdır. Dünyada olan, dünya bağlı olan hər bir şeyin evdir, ailədir, dostlardır, ömürdür. Əgər bunları dərindən tanısa, dərk etsə ki, doğrudan da dünya fanidir. Doğrudan da dünya sanki bir müvəqqəti bir otelə bənzəyər ki, insan gedər, birinci gün qalar və oradan neçə gündən sonra öz qalacağı vətəninə qayıdar. İnsan dünyaya belə baxmalıdır. Həzrət Əli Əleyhisselam buyurur ki, dünyanın misalı çox gözəl bir hədisdir Həzrət Əlidən. Dünyanın misalı insanın öz kölgəsinə bənzəyər. Sanki mən dayanmışam günəşli bir havada, mənim kölgəm düşürsə, o kölgə, Həzrət Əli o kölgənin dünya kimi adlandırır, dünyaya oxşadıbdır, dünyaya bənzədibdir. Buyurur davamında hədisin Həzrət Əli Əleyhisselam, sən kölgəyə tərəf addımladıqca kölgə uzaqlaşar səndən. Dünya da eyni onun kimidir. Yoxsan kölgədən uzaq düşmək istəsən, uzaqlaşmaqsan, dünya sənin ardınca addımlayar. Yəni dünyanın xüsusiyyəti belədir. Həzrət Əleyhisselam bu hədisdə dünyanın xüsusiyyətinin xülasə şəkildə mənasını bizə izah edir. Yəni dünyanın ardınca qaçmayın. Nə qədər qaçsaz, o da sizdən uzaqlaşar. Və davamında buyurur, dünyadan əgər siz qaçsaz, dünya sizin ardınızca addımlayar. Əgər biz dünyanı bu cürə görsək, bu xüsusiyyətlə tanısaq, dünyada olan, başımıza gələn heç bir hadisələr bizi narahat etməz. Və ya başqa hədisində Həzrət Əleyhisselam buyurur ki, dünya əkin sahəsinə bənzəyər, tarlaya bənzəyər. Axirət aləmi isə o tarlanı və əkin sahəsindən əldə etdiyiniz bərəkətlər, əldə etdiyiniz meyvə və tərəvəzlərə bənzəyər. Elə bir zatdan da. Yəni sanki bir insan bir əkin sahəsində bir şey əkir, becərir və neçə ay sonra onları, o məhsulları ələ gətirir. Həzrət Əli buyurur, dünya əkin sahəsinə bənzəyər. Yəni məqsəd nədir bu hədisdən? Biz dünyaya elə bu cürə baxmalıyıq. Bu xüsusiyyətlə baxmalıyıq ki, biz dünyaya gəlmişik, ailə qurmaq üçün, dost tanış ətrafımıza toplamaq üçün. Məqsəd də bu olmalıdır ki, insanlara yaxşılıqları başa salaq, düz insan olaq, savab qazanaq və axirətdə etdiyimiz yaxşı əməllərin qarşılığını Allahdan almaq üçün dünyaya gəlmişik. Yalnız mal, mülk toplamaq niyyətindən deyil. Əlbəttə, bunu da vurğulamaq lazımdır. İslamda işləmək, zəhmət çəkmək, pul qazanmaq heç bir zaman məzəmmət olunmayıb, pislənməyibdir. O zaman pislənib ki, mal, mülk toplamaq. İnsan onu əsl məqsədi kimi təsəvvür edə, ona qəlbini bağlaya mal, mülkə. Amma Həzrət Əli buyurur, yalnız bu cürə baxmaq lazımdır dünyaya, bu xüsusiyyətindən ki, biz gəlmişik dünyaya, müvəqqəti bilək, bu dünyanın bu birinci və Allaha yaxınlaşmaq üçün insanlara yardım eləyək və özümüz də təbii ki, özümüzü unutmayaq. Allah Quran-ı Kərimdə buyurur, ey müminlər, ey iman gətirənlər, özümüzü unutmayın. Yəni Allahın haram və halallarına riayət etmək məsələsində özümüzü unutmamalıyıq. Və axırıncı o əməl, o düşüncə ki, səbəb olaraq insan dünya sıxıntıları qarşısında imanı zəifləməsin, sınmasın, Allahın rəhmətindən məyus qalmasın, həmişə Allaha ümidvar olsun ki, mənim bəli, dünya və axirət işlərim Allahın əlindədir və Allah mənə yardım edəcək. Dördüncü amil budur ki, insan axirəti tanımalıdır. Yəni bu dünyadan sonraki həyat haqqında insanda inanc və iman olmalıdır. İnanc və imanın arasında fərq var. İnanc sadəcə inanmaq deməkdir. Amma iman insanın ruhunla, qəlbinlə, əməlinlə bərabər olan bir inanca deyilir. Yəni insan
inandığını yaşayanda özü əməl edində buna deyilir iman. Yox, insan sadəcə inanır amma yaşamır, buna deyilir inanc. Ona görə də axirət barədə biz həm inancımızı, həm də imanımızı gərək düzgün tərtib edək, düzgün tanıyaq axirəti. Axirət haqqında çox hədislər var. Axirət haqqında hədislər çoxdur. Eləcə də ayələr çoxdur axirət alimi haqqında. Allah Teala Ənkəbut surəsinin 62-ci ayəsində axirət haqqında buyurur, bu dünya yaşayışı, dünya həyatı yalnız insanların başlarının qarışdırması üçün, insanların müvəqqəti yaşamı üçün bir dənə insanların zehində kiçik bir yaşayışdır. Yəni, bu dünya həyatı kiçik bir yaşayışdır. Çox da dəyərli bir yaşayış deyil. Mən ayənin açıqlamasından da biraz izahında. Yəni, Allah Teala buyurur ki, dünya həyatı sadəcə insanların başını qatır. İnsanlar başını qatmaq üçün burada bugün filan maşın, sabah o biri maşın, bugün bu ev, o bir gün başqa ev və bu kimi hadisələr, bu kimi işlər əgər insan davamlı şəkildə bunlarla məşğul olsa, Allahı unutsa, elə olar dünya. Allah Teala buyurur ayədə, dünya budur. Dünyanın mahiyyəti budur ki, insanların başını qatır. Əgər Allahla insan olmasa. Davamında buyurur, amma axirət aləmi həqiqətən əbədi olan yaşayış oradadır, axirətdədir. Yəni, ölümdən sonraki həyatda da həqiqi yaşayış. Yəni, Allah Teala bu ayədə dünya yaşayışını, dünya həyatını ötəri və keçəri və çox da mənalı bilmir. Axirət aləminin yaşayışını Allah bu ayədə əbədi və mənalı və həqiqi yaşayış olaraq burada təqdim edir ayədə. Axırda buyurur, əgər insanın mərifəti olsa bunu başa düşər ki, dünya ötəri keçəri həyatdır və mənası bu qədər yoxdur. Axirət aləmi isə mənalı, əbədi və insanların həyatında əsas məqsəd olan bir yaşayış yeridir. Bu cəhətdən də biz hədislərə baxanda, bir çox hədislərdə var ki, məzmunu budur hədisləri ki, buyururlar məsumlar, Peyğəmbərimiz də onun kimi, əgər insanın pərdələr götürülsə üzərindən, gözünün qarşısından mənəvi pərdələr götürürlər, axirəti görə bilsələr, çünki biz dünyadayıq, axirət görə bilmirik. Mənəvi pərdə götürülsə, biz axirətdəki ölmüşlərin hallarını, vəziyyətlərini görə bilsək, bu ayəyə biz yəqin edərik. Doğrudan da dünya müvəqqəti bir yerdir və əbədi qalacağımız yer deyil. Əbədi olan yer və insanların həmi cəza cəhətdən, həmi savab cəhətdən, rifah içində olmaq cəhətdən ən mükəmməl yer axirətdir. Yəni, dünyanın nə qədər əziyyətli günü olsa da insan üçün, axirətin əziyyətli günündən zərrə qədərlə müqayisə olunmaz. Yəni, axirətdəki həm əzab, əziyyət, cəhənnəmdəkilərin vəziyyəti çox ağırdır bu dünya müqayisədə. Eyni zamanda axirətdə olan insanların gördüyü ləzzətlər, yaşam tərzləri cənnətdəkilərin bu dünya ilə müqayisə olunması deyil. Bu cəhətdən biz əgər axirət aləmini doğru da tanısaq, dərk etsək, iman gətirsək, dünyadakı sıkıntılar, problemlər insana çox asan gələr. Deməli, 4 dənə mərifət var ki, əgər insan onlara yiyələnsə, onlara inansa, yaşayışında onları həmişə yadında saxlasa, sıxıntılar vaxtında onları yada salsa, insanın başına gələn sıxıntılar ona çox asan olar. Biri Allahı tanımasıdır insanın doğru dürüst sifətlərlə bərabər. İkinci, insan öz istidadlarını tanımalıdır. Bunu etsə, tanısa. Üçüncü, dünyanı tanısa, olduğu kimi həqiqi mənasında və dördüncü, axirət aləmi insan həqiqətən tanısa, inansa və imanı olsa, dünya sıkıntıları, dünya problemləri insan üçün çox asan ötüb keçər. Allah Teala hər birimiz yardım olsun. İnşallah bu 4 dənə inanca və mərifətə layiqincə sahib olaq, haqqında düşünək və öz dünya yaşayışımızda olan sıxıntılarımızda bu 4 dənə mərifəti həmişə yada salaq ki, dünya sıxıntılar bizə qarşı gələndə onların üzərindən rahat şəkildə
ötüb keçə bilər. Assalamu aleykum və rahmetullahi və barakatuhu.